Niyə uşaq gecələr valideynlərinin yanına yatağa gəlmək istəyir? Təxminən 3 yaşından etibarən uşaqlarda təsəvvür sahəsi çəl şəkildə inkişaf etməyə başlayır. Uşaqlar başlarında bəzən qorxulu olan fantaziya süjetləri qurmağı öyrənirlər. Uşağın valideynlərinin yatağına gəlmək istəməsinin bir neçə əsas səbəbi var. Birinci səbəb ayrılıq narahatlığıdır. Bu, uşağın artıq valideynlərindən ayrı bir insan olduğunu dərk etməyə başladığı təbii inkişaf mərhələsidir. Uşaq gecə oyananda ayrılıqdan narahatlıq hiss edə və yaxınlarının yanına qayıtmaq istəyə bilər. İkinci səbəb vərdişdir. Əgər uşaq valideynləri ilə bir yataqda yatmağa öyrəşibsə, böyüsə belə bu vərdişi davam etdirə bilər. Vərdiş onun gecə rituallarının bir hissəsinə çevrilir. Üçüncü səbəb emosional qeyri-sabitlikdir. Mühitin dəyişməsi, xəstəliklər və ya ailə daxili münaqişələr kimi stresli vəziyyətlər uşağın valideynlərinə yaxınlıq ehtiyacını artıra bilər. Uşağa necə kömək etmək olar? Birinci, rahat bir məkan yaradın, uşağın otağının komfortlu və təhlükəsiz olduğuna əmin olun. Qaranlıq qorxusunu aradan qaldırmaq üçün gecə lampasından istifadə edin. İkinci, yatmazdan əvvəl rituallar yaradın. Daimi axşam ritualları, məsələn, kitab oxumaq və ya sakit oyunlar, uşağın rahatlamasını və yuxuya hazırlaşmasına kömək edəcək. Üçüncü, emosional əlaqəni qoruyun. Uşağınızla gündüz daha çox vaxt keçirin ki, özünü sevilən və qorunan hiss etsin. Dördüncü, müstəqilliyi təşviq edin. Uşağı tədricən sevimli oyuncaqlar və ya musiqidən istifadə edərək tək başına yatmağa öyrədin. Beşinci, pediatrla məsləhətləşin. Əgər yuxu problemləri davam edirsə, uşağın sağlamlığının qiymətləndirilməsi və peşəkar tövsiyələr almaq üçün mütəxəssisə müraciət edin. Bəs valideynlər gecə uşaqları yanvarına gələndə nə etməlidirlər? Mən sizə tövsiyə edirəm ki, bu vəziyyətə mümkün qədər sakit yanaşasınız. Çalışın uşağı əsəbiləşməyin, axı o qorxub, narahatdır və bəlkə də qorxulu bir yuxu görüb. Onu birlikdə öz yatağına aparın, yatırdın, yanında oturun, ona təhlükəsizlik hissi verəcək bir mühit yaradın. Beləliklə, tədricən, gec-tez siz ayrı yatmağa nail olacaqsınız.